ME5 indikatoru haqqında məlumat vermək istəyirəm. Nəzərinizə çatdırım ki, bu indikator tam olaraq mənim məhsulumdur, mənim əməyimin məhsuludur və bütün 6 illik təcrübəmi toplayıb bu indikatora əlavə eləmişəm. İndikatorun özəllikləri nədir? Ən əsası dəstək direnç bölgələrini çəkir, lokal dəstək direnç bölgələri çəkir, ən mühüm səviyyələri göstərir. Siqnallarda belə mühüm səviyyələrə görə siqnallar açmaq olar, yəni siqnala yerləşdirmək olar. Trend xəttlərini ən doğru şəkildə, yəni bunların hamısı 7 aylıq müddət ərzində, yəni işlənilib, testlər edilib, minlərlə əməliyyat açılıb və sonda bir peşəkar belə deyək, bir instrument hazırlanıb. Mən düşünürəm ki, hər bir traderin istifadəsində bu indikator mütləq şəkildə olmalıdır. Çünki elə hesab eləyin ki, bir indikator qrafik qarşısına oturanda onun yanında bir peşəkar bir trader oturub və ona nəyin harda çəkiləcəyini, qiymətin harda olacağını, nələr edəcəyini, yəni hətta manipulyasiyanı belə nəzərə alıb bu indikatora əlavə eləmişəm. Manipulyasiyanı nəzərə alıb deyəndə, məsələn, long short siqnalları verir orada. Yəni o hazır şəkildə o qutunu çəkir, stop bölgəsini göstərir, giriş bölgəsini göstərir, TP1 və TP profit bölgələrində göstərir. Stop bölgəsini yəni elə bir məsafəyə çəkir ki, orada manipulyasiyanı nəzərə alır ki, yəni qiymət manipulativ aşağı düşüb və yaxud yuxarı qalxıb yenidən əks hərəkət edəndə, yəni trader stop eləməsin. Bu çox önəmlidir. İndikatorun iki versiyası var. Biri Forex variantı üçün, Forex ticarət edənlər üçündür, biri kripto ticarət edənlər üçündür. Bunların arasında fərq nədir? Fərq ondan ibarətdir ki, kriptoya aid olan versiyada həcmlər var. Yəni bilirsiniz ki, kriptoda 500 coin varsa, bunun 450-si, 460-ı həcmsiz şəkildə qalıb və orada müəyyən paternlər yaranır, traderlər buna allanır, əməliyyat açır, nəhayətdə stop olurlar axırda. Və orada ayarlarda göstəririk ki, tutalım gün ərzində 120 milyon, 100 milyon, indi hansını orada qeyd eləsək, 100 milyondan yuxarı olan coinlərin arasından seçim edib mənə bu siqnalı versin. Yəni 100 milyondan yuxarı əgər həcm varsa, təbii ki, bu coində traderi var, pul var və məhz bu coinlərin üzərində dayanıb əməliyyat açmaq lazımdır. İndikatorun bir çox funksiyaları da var, bir çox yəni faydalı funksiyaları var. Bunlardan biri də qeplərin axtarılmasıdır. Məsələn, orada göstəririk ki, 5%-dən 10%-ə qədər məsafədə olan coinləri axtar. Hətta orada belə həcm yerləşdiririk ki, 100 milyondan yuxarı olan coinlərin arasında 5 və yaxud 15-20% məsafədə olan qepləri axtarıb tapsın. Forex-də isə bu həcmlərə ehtiyac yoxdur. Yəni zaten burada həcmlər var. Orada yəni sadəcə olaraq qeplərin axtarılmasında məsafəni qeyd edirik. Çox mükəmməl bir instrumentdir. Mən deyərdim ki, belə deyək, TradingView-da bəlkə də belə bir indikator yoxdur. Yəni bunu mən özümü tərifləmək üçün demirəm. Bildiyiniz kimi mənim ixtisasım da proqramçıdır və mən bu indikatoru kiməsə yazdırmamışam. Sırf olaraq, tam olaraq mənim əməyimin məhsuludur və düşünürəm ki, traderlər bunu əldə etməklə çox, yəni belə deyək, zərərlərdən qaçmış olacaqlar. Təbii ki, indikator siqnal verəcək, amma orada trader balansını doğru istifadə eləməyəcəksə, riskləri doğru istifadə eləməyəcək, təbii ki, müəyyən bir həddən sonra, yəni deyirəm, nəfsinin qurbanı olacaq. Amma ümumən götürəndə bu indikator traderin 99% işini görmüş olur. Traderə bir dənə qalan sadəcə olaraq siqnala baxıb, orada göstərilən yerlərdən, yəni səviyyələrdən əməliyyat açmaq qalır. Sadəcə olaraq bir düyməni basmaqdan əməliyyata girib və stop, TP1 və profit bölgələrini də qeyd eləməklə əməliyyata daxil olub və səbirli olub gözləmək qalır. Başqa da heç nə. Əldə eləmək üçün mütləq şəkildə ya direktdə, ya da ki, WhatsApp nömrəsinə əlaqə saxlayın. İndikatoru əldə edənlər üçün də onun istifadə qaydasını video şəkildə göndərirəm. Hər birinizə uğurlar arzulayıram, bol qazancılar.